oldu kılma. Geç. Gel. Ehmalda koyun bir yanlara bir yere koyun. Ay sen. Bak. Ne o? Bu ne kadar arbat kimi şal bağlamışlar sıfata. He? Hayırdır lan sana oğlum? Neçə yanı arvad kimi? Neyinə məliyəm ki mən getimsə? Yoxdur da mən o həkimlər bağlayır ağzına ha. O tibbi haqqısam məndə yoxdur. Hələlik yaşmaqlanla da. Ha Kılman. Nədir o? Senin Qusardakı bu filialın buradır. Gelip çıkmışık biz kanata. Bu, hele odur da mənim klinikam de. Qılman uzman hoca başı qarlının klinikası de o daha. Ay yemiş baş. Nədir o? Kanatta da klinik olur. Ay baştan harap. Bu, ay şoşi. Sən bilmirsən ki bu dəqiqə klinika açmaq üçün nə qədər pul lazımdır? Şirin, bu təzə bu 200 manatlıqlar çıxıb ha. Ondan bilsən nə qədər paska lazım ki mən klinik açam. Hazır de 6 manat verirəm kanata. Hə. Mindirdim xəstəmi. Düz o başa kimi müayinə eləyirəm. Hə. Bax heç iynə də vurmuram. Heç narkoz da vurmuram. Göydə ilə mənzərəyə sağa sola baxa. Qəşəng ödün kəsirəm. Böyrəklərin yerini dəşir bəs solam. Şöyle benim başıma. Düz deyir, bu qılma. Belə şeylər olur həyatda. Bu Ki? mənim dayım 300 baş qoyun alıb gətirmişdi. Hə. Sonra getdi 5 dənə it aldı ki, bu canavarlar yeməsin də qoyunu. Elə bu itlər gələn kimi başladılar qoyunları yeməyə. Gəl. Nə yaxşı bu canavarlar meşədən gəldi ki, bütün ağzından qoyunu aldılar, qaçdılar, dedilər ki, ayət da bu meşəbəyi bu boyda əziyyət çəkir. Gəl. Yəni belə şeylər olur həyatda, mən bilirəm. Gördün? Ay tupoy baş. Hə. Bu həkim adam əməliyyattan danışır. Sen neden danışırsan? Yəni həyatdan danışıram da olur belə şeylər həyatda olur. Mənim kanatım gəldi, klinikam gəldi. Götürün gəldi. Götürün klinikam gəldi. Götür. Ay götür. Yəni mən sənə ayıldacam. Mən uzman qılman hocanın gör əlinə nə boyda şans düşüb ki, cəmaata özümü sübut edeyim ki, mən uzman qılman hoca keçi buynuz. Hələ belə kimdə öləm? Hələ belə deyiləm. Gözlə bir dəqiqə fanarla gözlə baxım gözlə. Hardasan? Dur. Sən dur. Gəl fanarla sən gözlə baxım. Ya. Bax sən mənə bax. Bıy. Adamın gözünü çıxarır bu. Mığla olacaq ya. Mənim müəllimim var idi, ığdır, hara getdin gəldi, dur gəl burada. Mənim müəllimim var idi ığdırda, bizim kafedra müdürü Dursun Hoca. Qoyuğum ona, o mənə desin sənin dərdin nədir, halın ağrıyır. Darıxma. Alo. Nasılsınız Dursun Hoca, benim kılıman. Ne? Dursun Hoca değil. Dursun Hoca değil, koy telefon özü götürsün de sen ne ön götürsen. Buyur. Alo Dursun Hoca nasılsınız? Affeder miyim şu anda nasılsınız? Evet, Kılıman. Benim dostum oynarken çarptım. Ayaklar kalktı şu anda kafa geldi kafeler. Ne? He yaxşı sonra yığaram. Yaxşı. Bu da qəribə adamdır. Bir fırında çörək pişirirəm, sonra yığ. Ay yazıq. Həkim adamsa sənin orada nə işin var? Belə qəribə adamlar var, nə bilim valla. Ay. Şəmi, belə eləmi, bu dağın ətəyi, dağın üstü, cəmaat görər, deyər, 2 kişi xeyləqə, nə oyun tökür burada? Şey eləmə, əlini tök oyna, buyur. Yəni, yıxılandan sonra bir qəribə olur, bu. Bir de hadi yanında. Evet canım, qurban ol. Yandı. Vay Kılman geldi. Vay Kılman. Ya. Vay Ne de o? Kılman. Gel. Gel madenen görüm Şamine terdi. Bir haber ver lan haber ver. Zavat ver görüm Şamine terdi. Ay şu çöpü de elini çek de lazım olsa diyeceğim de. Ne silkelim ben. Buyur. Gel tezile zavat. Diye bir çatım Yüreğimiz be. patladı. Ne olub xarici kinolara ya da baxmırsınız? Görmürsünüz ki həkimlər klinikadan çıxanda qohumların cumur üstünə qəmli bir dənə musiqi verirlər. Həkim başını sallaşağı tərin silir, qalxır kişəlmə söz deyir, ağlayır. İmkan verin o hissi yaşayayım da mən də. Hə yıxılıb, yaddaşı itib, gələ. Vay. Ne ter yani hiç ne yadında değil he.
öz doğma xalası oğlu Şöşün tanımayacaq ha. Mən ondan internatda bir karşokda oturan oğlanam. İndi deyirsən xalası oğlunu tanımayacaq o. Cic danışırsan. Hadi tanımır da mən nə qayım? Nə təryanı tanımır xalası oğlu. Deyirəm ki, ay fəlakət, adamın o qədər pulu olan, varı dövləti ola, yaddaş olmaya. Buna tipdə nə deyirlər, bu Salvadordur. Skrilyov. Hə, ay sağ ol, elə bir şey deyil. Düz deyir, düz. Fəlakət mənə deyir, deyir. Ana hadi. Səninəm də, Düz deyirəm deyirsən. yazığın pulu var, yaddaşı yoxdur. Düz deyirsən Qılman. Biz səhv elədik, gərək buna yaxşı yaddaş qoydurardıq. İndi mən bilmirəm bunun yaddaşı 64-lüydü, 128-liydi, 264-lüydü. Xardis qoyduruq, məğərib. Bunu gərək vaxtında biz eləyərdik. də. Ana, Şami iPhone X satdı, bunun yaddaş olsun. Niyə olmur? Niyə olmur? Ola bilməz. Ola bilər də. Telefon da, ala mənə Özünə görə bax. oğlandır. Mən gedirəm, mənim işim var. Hə. Mənim adımdan Şamiyə şəfa diləyərsən. Otur yolu düşürəm Tamam. te. Otur la, Ala, otur hey, sür. özüm gedirəm. Otur, ay bəlkə. Mən yenə avara qaldım. Mən yenə avara qaldım, qurban olum. Hə? Can, həmçə ayaq üstə. Həmçə ayaq üstə. Ayıldın. Qılman deyir ki, deyir yaddaşın trip heç kim tanımır. Deyirəm xalam oğlu məni tanımayacaq. Biz ana südünə kimi Şəmi ilə yarı bölmüşük. Nətər məni tanımayacaq? Nə var nə yox həmçə ayaq üstə. Va, Can kardeş. Sen kimsen buradan bayakta dır danışır ben beynimi harap elə. Kimsen sen? Oy, buna nə oldu? Mənəm dana Şöşü. Kim? Ay Şöşü. Şoşu kim da? Sən zarafat edirsən. Bu dakika bu bıçakla senin yerinden vurarım. Poнял? Ele yerinden vurarım ki. Sen her oturuşunda, duruşunda beni yana salarsın. Poнял? Oy, Bak, tamam bas bayrağı. oy, nə danışır bu? Şami. Bu. Şoşu Şami kim da? Şükür, ay Allah sağ şükür. Yaxşı ki, qusar ləhcəsindən danışır. Başqa ləhcədə danışsana qardaşım. Bura haradım ben, hara düştüm. Yan görüm. Can. Ay qılma. Mən- Ay bu kanalları qarışdırıbca bunu düzelt. Ay, Ya ləhcə bu ne zad- iş geldi benim başıma? Ha? Salam aleyküm. Salam. Bu otelin buxaltırı kimdir? Mənəm. Sən, mənə bax. Dedicinə, bütün açot uçotu, indiyənə kimi, kim girib, kim çıxıb, nə yeyib, hamısını yazırsan, gətirsən mənə. Hamısını. Mənim bu otel Şəminindir. Mən də ayda bir dəfə aç-uçotun hamısını ona verirəm. Şəmi? Ala, Şəmi kimdir ala? Get sən Şəmiyə deyən ki, sənin belə bir obyektin var, otelin var. Gör yadına düşür, hə? Bundan sonra bu obyektin yiyəsi özüməm. Bildin? Şirin. Getdin. Get hamısını yaz ha. Bütün asot uçotu. Nə olub, nə olmayıb, bildin? Hə, Tez. Şirin. Hə, Ala, bu hardan? özünü tanımayan, sən buradan ağaysan, hə? Nə? Hə? Ala, fəli ora sözlərə məhdiysən ala. Hə, nə olub? Özünü tanımayan nədir ala? Ala, onsuz da neçə gündür yuxuda at ocağımı görürəm. Vırım səni yoğurtum, gedim içəri. Nə istəyirsən, nəyə gəlmirsən? Hə, ağzına gələn danışma. Sözü bibin qızın oğlan toyunda kəsib. Bu Şəmi yoxdur. Hə. Yazıq yaddaşın zadını istəyir. Bax, ikiz olub da. Hə. Ona görə qaqan gəlib bu obyekti keçirsin öz adına. Bu yadındadır da mən bu istədiyim qız vardı ha. Yenə istəyirəm də onu. Prosto tutmuşam ki, bunun axır zaman gözü qaşı oynayır da, başa düşdün. Deyirəm hələ zibili çıxmamış, toyu tezləşdirir. Ala, qaynamaq nədir, şəmi nədir, şoş, nə danışsan ala? Sən ala, sən gəlirsən bu obyekti adova keçirməyə. Hə. Mən qara qala, Hə. mən göbələyəm, bal qabağam. Mən nəyəm ala sənin üçün? Ey. Yerpənəyəm bəkər, hə? Mənim nəyimə lazımdır, sən nəsən? 3 dənə variantım var da, özün seç. Amma qardaş kimi soruşsansa göbələk əynədir, gəl Sən biləsən. elə son soxucam sənə. Hə, sox baxın. Hə. Səni mən vurarım. Ay, yumurta baş. Nədir o? Sən nə gəzirsən Şəminin fermasında? Bu, Şoşi, ağlın o yoldan keçən o biri uzmanlara gelməsin ha. Qabağımdakı uzman qılman hocadır. Pa! Mən. Bir də bana bax. 2 gündən bir dənə kitab çıxadan adam o mən. Bana bax. Anadan olmuş uşağın yumşaq yerini şillələmək olarmı? Bir də kitaba bax. Ay, onu hamı bilir ki, uşağın yumşaq yerinə şillə vururlar ki, nəfəs alsın, ağlasın da. Bu nə yazmısan sən? Ay yazıq. Elə hamı sənin kimi fikirləşir də. Hə. Uşağı vurmaq olmaz, bu şiddətdir. Hə. Bu, uşaq nə var, ana qarnında bilməyib, bir iki dəfə təpi atıb. Hə, nə olar ki? Nə var, anadan olan kimi başlayırlar ki, bunu şillələsinlər ki, ürəkləri rahat olsun. Olmaz elə. Bu körpə deyil o. Hə. Gör. Və bu Çingiz Abdullayevin şəklini niyə vurmusan bu kitabın üstünə? Sən ayağım elə batdı elə. Hə. Ona görə vurmuşam ki, bir də mənim sifətimə bax. Bu sifəti alarsan kitabın üstündə olanda, Yox. heç kim almır. Hə. Ona görə də Çingiz Abdullayevin kitabları part gedir deyə şəklini vurmuşam ki, satılsın da. Nə qayrım da ay. Qulaq as, gör yazı.
Şəmi nə var ağlı itib də düzdür, ağlı Aha. başında düz. Hə. Olar ki mən bir anları özəlləşdirim, ferma azadı. Bura bax, Nədir? tuttum səni. Nədir? Şəmi alagöz inək deyil, qavağına ot atasan, Bəli. südünü sağasan. Bəli. Şəminin yaddaşı itib, onun xalası oğlu ölməyib ki. Bəli. Qılman, sən fermanı adıva keçirəsən. Sən öl, səni keçirərəm inəyin buynuzuna. Hə. Yolla gedəndə ona buna göz süzdürərsən. Sən kimsən, Şəminin fermasını adıva keçirirsən? Deməməcə? Nə məcəni nədir? Nə bilim vallahi.